Bir ilə yaxındır ki, bir ildən çoxdur artıq mən Bilgətdə yerləşən Qocalar evinə bağlı. Hamımızın sadə dildə deyim də Qocalar evi deyirik. Ora əslində adı Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsidir. Amma sadə dildə daha bizə doğma, yaxın olan Qocalar evi var. Adın elə daima da Qocalar evi kimi belə təqdim də edirik, yadımızda, yaddaşımıza saxlayırıq. 1 il yarım, 2 il bundan əvvəl mən daima gündəmdə saxlamışdım həmin Qocalar evini. Onda oranın rəhbəri Samirə Mehdiyeva idi. Orada çox hadisələr baş verirdi. Bəlkə də Azərbaycan tarixində ilklərdən birisi idi ki, Samirə Mehdiyeva məhz Qocalar evində rəhbər olduğu müddətdə qocaları Maştağada yerləşən bir sayılı psixiatriya xəstəxanasına yerləşdirirdi. Təbii ki, hamını deyirdi ki, belə təqdim olunurdu qocalar ki, xəstədirlər, əqli cəhətdən, əqli qeyrilikləri var, əqli cəhətdən özlərini idarə edə bilmirlər. Halbuki o qocalar tam sağlamdır, idilər, indi də sağlamdılar. Sadəcə onların kartlarında külli miqdarda pullar olduğu üçün o pulları başqa cür onlardan götürə bilmirdilər, ala bilmirdilər. Amma xəstəxanaya yerləşdirəndən sonra təbii ki, o pullar oradan mexaniki olaraq, avtomatik olaraq çəkilirdi və səbəb də göstərilir ki, bunların müalicəsinə istifadə olunub. Yenə də deyirəm ki, bu Azərbaycan tarixində ilk dəfə oldu. İlk idi ki, Samirə Mehdiyev tərəfindən həyata keçirildi ki, qocaların kartında olan o pullar ki vardı, pensiyaları, təqaüdləri, başqa cür onları oradan götürə bilmirdi. Çünki qocalar həm sağlamdılar, həm ayıqdılar və öz kartlarını heç kimə vermək istəmirdilər. Başqa cür çıxış yolu yox idi. 1 ay, 17 gün, 20 gün xəstəxanada yatırdı, güya müalicə alırdılar və geri dönüş edirdilər. Gətirirdilər onları, yerləşdirdilər Qocalar evinə. O Qocalar evində çox hadisələr baş verdi. Orada oğurluqlar oldu. Mən dəfələrlə demişəm, ictimailəşdirmişəm. Orada müəyyən yeməklərə nə bilim nələrin qatılması, əslində o yeməklərin kərə yağı ilə bişirilməsi nəzərdə tutduğu halda digər yağlar qatılırdı, digər ətlər qatılırdı. Təbii ki, mən bunları deyirdim. Yeməklərin heç birisi müəssisənin, pansionatın özündə yox, digər yerdə hazırlanırdı, gətirilirdi. Qocalar, yataq xəstəsi olan qocalar öz pensiyalarından, təqaüdlərindən istədiyi kimi istifadə edə bilmirdilər. Ürəkləri 1 kilo gilas istəyir, onu ala bilməzdi. Çünki kartlar hamısı rəhbərlikdə olurdu. Təbii ki, onlara təzyiqlər var idi, onlara şiddət var idi, dəfələrlə yıxılmışdılar. Nə bilim, digər çox hadisələr baş verirdi bu Qocalar evində və Samirə Mehdiyevanı oradan kənarlaşdırdılar daha doğrusu. Hamı sevindi. Bu günlərdə təkrar mənə telefon zəngi gəlib. Sara xanım, Samirə Mehdiyevanın atasına, nənəsinə, babasının babasına dua edək gərək ki, o daha yaxşı idi. Burada nələr baş verir? Dedim, nələr baş verir? Dedi, Samirə Mehdiyevanın qoyduğu, getdiyi o ilklər var idi. Yenə də qocalar xəstəxanaya, dispanserlərə yerləşdirilir. Gedəndə kartlarında külli miqdarda pul olur, qaydanda o kartda pullar olmur. Yataq xəstəsi olan burada qadınlar, kişilər var, qocadır, sahibsizdir, heç kimləri yoxdur, tənhadılar. Onlar 1 kilo gilası, 1 kilo əriki belə almağa ixtiyarları yoxdur. Çünki kartın üstündə olan pullar da rəhbərlikdədir. Yenə də deyirəm, yaxın vaxtlarda yox, mütəmadi olaraq Qocalar evinə bağlı yenə də mənim açıqlamalarım olacaq. Hörmətli Qocalar evinin rəhbəri və digərləri adınızı bir-bir çəkəcəm gələcək açıqlamalarımda. Onlar ora gəlməyiblər ki, təhqir olunsunlar qocalar. O qocalar ora gəlməyib ki, şiddət görsünlər. O qocalar ora gəlməyiblər ki, təhqir olunsunlar. O qocalar ora üst tutmayıblar ki, onların kartı əlindən alınsın. Onlar dövlətə üst tutublar, prezidentə üst tutublar, güvəniblər, sığınıblar. Amma siz bunları edirsiniz. İnşallah yaxın günlərdə
çox şok sizlərlə bağlı açıqlamam olacaq. Mən düşünürdüm Samirə Mehdiyevadan sonra o kartlar qocaların üzlərinə qaytarılacaq. Demək, mən yanılmışam. Yenə də o kartlar, hansı ki, pensiya kartı, bank kartları, insanın şəxsi kartlarıdır. O şəxsi bank kartları yenidən qocaların əlindən alınıb və rəhbərlik özündə saxlayır.